Salam, əziz və dəyərli izləyicilərim. Bugünkü videomda da çox gələn suallara cavab verəcəm. Bu suallardan ən çox budur ki, Məryəm xanım, artrit, artroz, ümumiyyətcə bu xəstəliklər nəydən əmələ gəlir? Polartrit, o haqda məlumat verəcəm və nəyi sizə yeməyiniz mütləqdir, vacibdir ki, yeyəsiniz ki, o şıqqıldamalar, o çıqqıldamalar sümüklərinizdən o səslər gəlməsin 40 yaşından sonra. Dizləriniz başlayır açılmamağa, qolunuz başlayır yuxarı qalxmamağa. Bax, bunların hamısının sizə səbəblərini deyəcəm və elə şeylər deyəcəm ki, hamı üçün əlçatandır, amma onlar mütləq yeyilməlidir ki, sizin sümüyünüzün o sümüklərin arasında lazım olan maye var ki, sürtünmənin qarşısını alır, qığırdaq sümük əriməsinin qarşısını alır. Bu çox lazımlıdır orqanizmimiz üçün. Onun o mayenin bitməməsi üçün ona rus dilində sinovialna jidkost deyirlər. Azərbaycan dilində bilmirəm, mən təhsilimi Rusiyada aldığım üçün bəzi sözlərdə ola bilər ki, hansısa sözü Azərbaycanca səhv deyə bilərəm, üzürlü sayın. Yəni belə deyim, maye lazımlı, bizim o sümüklərimizin arası üçün lazım olan maye lazımdır ki, nələri yesək onlar bizdə düzgün qaydasında olar ki, 40 yaşdan sonra da bu polartrit, artrit, artroz xəstəliklərindən özümüzü qorumuş oluruq. Mənim əzizlərim, amma çox xahiş edirəm. Bəlkə ola bilər kimsə əsəbləşsin ki, Məryəm xanım, mən videoya qulaq asmaq istəyirəm. Amma siz deyirsiniz ki, bəyənməni baz, takib at, amma bu da mənim üçün lazımdır. Mənim gözəl, dəyərli bacı qardaşlarım. Çünki mənim videolarımı bəziləri məlum səbəblərdən qoymurlar ki, yayılsın, xalqımın qarşısına çıxsın, dərmansız, ximikatsız insanların canı sağlığına qovuşsun. Mənim əzizlərim, ona görə də elə həmən, bax, məni izləyən dəyərli ya bacım, ya da qardaşım, tez abunə olursunuz, yəni takib atırsınız, üstə gələyi basırsınız, ürəyi basırsınız, şərhlər yazırsınız, yəni podpisasiya olursunuz və kommentariyalar yazırsınız ki, mənim videom hər yerə yayılsın, hamı baxsın. Mənim əzizlərim, baxın, orqanizmimizə kalsi lazım olur bizim. Çox diqqətlə qulaq asın ki, mən çox loru dildə izah etdiyim üçün məni çox sevirsiniz. Deməli, orqanizmimiz üçün bizim kalsiyə və yağa ehtiyacı var orqanizmimizin. Bəzən yağlı yeməklə yağ yeməyi qarışıq salırsınız. Bunlar tamam başqa şeylərdir. Bəzən mən qrupumda da deyəndə ki, yağ gündə neçə qram, 20 qrama yaxın kərə yağı, yəni təmiz kərə yağı yeyilməlidir. Burada margarin, palma qarışıqlı yağlardan söhbət gedə bilməz. Təmiz kərə yağı və yaxud nehrə yağı və yaxud quyruq yağından gedir söhbət. Hər biriniz, istər qadın, istər kişi 20 qrama yaxın kərə yağı, görün 20 qram demirəm, 20 qrama yaxın yeyilməlidir. Və bu zaman dediyim kimi o sümüklərimizin arasında olan o maye var. Bax, o maye bizə lazımdır. O mayeni orada elə eləyirik ki, o maye oradan əksilməsin, belə deyim. Bir də orqanizmimiz üçün kalsi lazım olduğu üçün kalsini sümüklərdən götürür. Və bu zaman bax, bu artrit, artroz, bu xəstəliklər baş verir. İltihabı proseslərdən də olur, genetik də ola bilir. Amma ən çox, yəni mən oxuyanda mənə belə öyrədiblər ki, bunlar əksik olanda kalsidir, yağdır. Ələxüsusda 40 yaşdan sonra bu dizim açılmır, Məryəm xanım əlim havaya qaldıra bilmirəm, saçımı hətta daraya bilmirəm. Bax, bu bunlardan əmələ gəlir. Ona görə də dediyim kimi, yağlı yeməklə yağı qarışıq salmayın. Yağlı yeməklər ziyandır. Sembol mən bilmirəm siz onları necə yağlı qızartma, zat, bozartma belə eləyirsiniz. Bu sizə ziyandır. Amma yağ yeməyiniz 20 qrama yaxın, misal üçün quyruq yağı. Ay. Kimsə deyə bilər ki, quyruq yağı xolesterolu qaldırır. Xeyr. Əvvəllərə baxsanız, mən öz yaşıtlarıma səslənirəm. Nənələrimiz, babalarımız quyruq yağı yeyiblər. Şəxsən mənim nənəm quyruğu qoğurardı, qoruğa kimi qoğurardı, yığardı bir kasaya, onu simçika əvəzi yeyərdi. Nənələrimiz, babalarımız sapsağlam yaşayıblar, uzun ömürləri olub. Sonra bu mafiyalar, bu monopoliya deyirlər, nə deyirlər, bu yağları, teksunları, nə bilim, margarinləri, yağları insanlara verdilər, yeritdilər ki, quyruq yağı ziyandır, kərə yağı ziyandır, insanlarda daha çox infarkt, daha çox xolesterolları qalxdı, daha çox xərçəng xəstəlikləri yarandı. Ona görə də mütləqdir, vacibdir. Baxın, mən danışandan sonra da siz özünüz girin, araşdırma aparın. Nə olar? 5-ci dəqiqə vaxtınız gedər. Bəlkə mən sizə yalan deyirəm. Amma mən bir mütəxəssis olaraq, həm də xalqımı sevdiyim üçün sizə bunları deyirəm. Çox xahiş edirəm. Hər gün həyatınıza 20 qram kərə yağını, əsl kərə yağını və yaxud quyruq yağını və yaxud smetan, qaymaq, əsl qaymaqdırsa, kənd qaymağıdırsa, hər gün ondan bir 20 qram yeməyiniz, borşa əlavə edin, yeməklərinizin üstünə qoyun, uşaqlarınıza
verin. Yadınıza düşərsə, məsələn, mənim uşaqlarım Rusiyada məktəbə gedib və məktəbdə hər gün səhər yeməyində mütləq yağ çəkərdilər, kərə yağı uşaqların çörəyinə. Bağçaya gedən uşaqların da anaları deyərdi ki, bağçada uşaqlara yağ mütləq çəkilir. Əskərə gedənlər, Rusiyada əskər xidmətini eləyənlər, mənim yaşıdlarım həmişə gəlib deyərdilər ki, hər səhər belə balaca kəsib 20 qram çörəyimizin üstünə qoyardılar ki, bu mütləqdir. Bəs nəyə görə? Çünki lazımdır. Həmən bu mən sizə dediyim, nəyə görə deyirəm, bax bu yağ yeyilməlidir. Həmən o bizə lazım olan maye, həmən o maye sinovialni jidkosti deyirlər ona. Bax o jidkosti oradan özü orada lazımı qədər qalması üçün yağ mütləqdir ki, yeyilsin və kalsi. Kalsini də mənim əzizlərim sümük suyundan. Ən gözəli zink, xaş yox ha, xaş xolesterolunuzu, zəhərli triqliseridlərinizi qaldırır. Amma sümük suyu, mal sümüyünün suyu təbii kollagen, təbii kalsidir. Bax bunu vaxtında bu şeyləri eləsəniz, heç gecikmisinizsə də, artıq sümükləriniz ağrıyırsa, mən deyən kimi şıq-şıq şıqqıldayırsınızsa, bunları həyatınıza əlavə edin və görəcəksiniz ki, necə həyatınız dəyişdi. Nə 1 qram sümük ağrıları olmayacaq. Bircə sütə inanıb süt içməyin. Süt olmaz. Bunun artıq elmi təsdiqi var. Kimsə deyərsə ki, Məryəm xanım, nənəmiz, babamız süt içib, o vaxtda süt içəndə heyvanlar iynə dərmanla böyümürdülər. İynə dərmanlı yeməklər yemirdilər. Yox, belə istəyirsinizsə buyurun için. Amma dünyada bir alimə sual vermişdilər ki, inək sütünü içmək olar, yaxşıdır, demişdi, yaxşıdır, amma inəyin özünün balası üçün. Heyvanın özünün balası üçün. Yəni sütdə kalsi olmağına inanmayın. Çünki elmi təsdiqini tapmışdır ki, süt içənlərdə daha çox ayaq sınmaları, sümük sınmaları baş vermişdir. Yenə də deyirəm, əgər istəyirsinizsə buyurub içə bilərsiniz. Əgər ki biz süt içirik, kakos sütü, sonra ovsyanka sütü, yulaf sütü, badam sütü, biz bunları qoz sütü, bunlardan istifadə edirik. Yəni heyvansal sütü içmirik. Amma qaymağı yeyə bilərsiniz, qatığı içə bilərsiniz. Desəniz qatıq da sütdən olur, Məryəm xanım, qatıq fermentə olunur. Ona görə bizim üçün çox vacibdir, orqanizmimiz üçün çox lazımdır. Əzizlərim, mən elə gəlir ki, bu sualınıza da çox geniş, ətraflı cavab verdim. İndi isə ona deyim ki, kim istəyirsə tam sağlam yaşamaq, bir mütəxəssisə canınızı həvalə etmək istəyirsinizsə, yəni ki, artıq hər yerə səs salmışam. Hamı Məryəm xanımla danışır. Dünyanın elə bir yeri ola bilməz ki, Məryəm xanımın qızıl qaydalarından danışmasın. Siz də istəyirsinizsə ki, qrupuma gəlib sağlamlığınıza qovuşmaq, qızıl qaydalarımdan istifadə edib, toksinləriniz orqanizmdən çıxsın, xərçəng xəstəliyindən özünüzü qoruyasınız və immunitetiniz güclü olsun, xəstələnməyəsiniz. Onun üçün mənə müraciət edirsiniz, mənim qruplarım var. Bəylər üçün qrup ayrıdır, xanımlar üçün qrup ayrıdır. Buyura bilərsiniz, cəmi bircə dəfə 20 manat ödəyəcəksiniz. Düz eşitdiniz, hər ay ödəmirsiniz. Cəmi bircə dəfə 20 manat ödəməklə qazdan, köpdən, qəbzlikdən azad olursunuz. Amma bilin ki, mən sizi aptekaya göndərib siyana, acıl qotu, dəvə gözü, maqni sulfat duzu aldırmayacağım. Çünki onlar dəhşət saçır və mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Çünki özümə rəva bilmədiyimi sizə rəva bilmərəm. Buyura bilərsiniz, amma nömrəmi videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Amma özünüzdən rəqəm, ciri, nöqtə əlavə etsəniz tapmayacaqsınız. Nömrənin əvvəlinə bircə dənə üstəgələk yazırsınız. Üstəgələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər də çox böyük bir nemətdir. Şükürlərinizi çoxaldın ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.